Babaşı soruşurlar, ne oldu? Dostlar, bizim moderator əlaqə saxladı. Deyir ki, işıqları sönüb, internet yoxdur. Bilmirəm də nə dərəcədə düzdür. Bəlkə də ola bilsin, kimsə dedi ki, sən işin gücün qutarıb, sən Aytən Səfərova jurnalistlə canlıyam. O da ola bilər. Yəni, ola bilsin ki, indi uşaqdır da, belə baxanda yaşı da azdır. Ben bilirəm ki, o bizə baxır indi. Babuş, sən bugünə qədər Çox səmimidir, çox səmimi. Mən jurnalist olaraq bunu deyə bilərəm. Bugüne kadar TikTok sayesinde gelmiş geçmiş bütün məşhurlar karşımıza canlı yayın. İçi mən qarışıq. Onların içinde Aytən Səfərova en intellektual səviyyəli, IQ-su yüksek səviyyəli olan ve sənə bir insan kimi değer veren bir insan. Yani bilirsən ki, onun ne buradaki jetonlara ihtiyacı var, ne senin takipler ama Aytən bu sferada bir şey göstermeyi istəyir ki, özüne peşekar jurnalist diyen insan narkomanla da, küçük kadınıyla da, küçede pozğunçuluk edən insanla da diskussiya etmeyi bacarığına ve intellektine sahip olmalıdır. Onu gösterir. Yok senin ilk Aytən. Təəssüf ki, Toylik, bunu çox adam başa düşmür. Bax, mənə indi mesajlarda gəlir. Bax, indi baxıram mən, mesajlar gəlir, SMS-lər də yazılır. Eyni zamanda indi WhatsApp-dan da mesajlar gəlir. Mən bir arada əlimə eləyirəm, baxıram və gələndə də orada görünür də mesajlar. Sənin işin gücün yoxdur və s. Necə iş güc? Jurnalistin elə işi budur. Jurnalistin bugünlərin bizim cəmiyyətimiz nəinki qəhrəmanlar var. Bir cəmiyyət necə formalaşır? Onun qəhrəmanları da olur. Qəhrəmanlarla yanaşı qorxaqları da olur. Bugünlərin vətənə görə natiq bayraqdar natiqlərimiz də olur. Hansı ki son nəfəsinə qədər bayraqlarına vermədi. Satqınları da var. Bu cəmiyyət də bu. Cəmiyyətimiz belədir dostlar. Nəinki biz bütün dünyada insanların yaşadığı cəmiyyətdə qorxağı da var.